Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. Allahın izni ilə bu dəvəki çatdıracağımız mövzu axirət, haqq hesab günü olacaqdır. Dünyada yaxşı insan, pis insan, fitnətər insan, hər cür qibirli insan var. Və bu olmamağı da mümkün deyil. Və dünya üzərində yaşanan bir insana baxdığımızda 8 milyard insanın hərəsi başqa düşüncədə, başqa təfəkkürdədir. Bunların olmağının bir özəlliyi var ki, hər kəs eyni deyil. Yəni, insanları fərqli-fərqli olaraq tanıya bilirik. Bir yanlış sondakı insanlar bir-birini əzirlər bu ünsürlərlə. Amma bunların hər birini düzəltməkdən ötürü fərd eyni deyil, amma eyni düşüncəli və sağlam əqidə üzərində olmaqdan ötürü Allah Subhanahu bizlər daima özümüzü haqq hesaba çəkməyi və öləndən sonra, dünyamız dəyişəndən sonra cavab verəcəyimizi düşünməyimizi istəyir. Yəni, bu haqq hesab üçün özümüzü hazırlamaq. Necə ki, insan bir məktəbə gedir və universitetə qəbul olmaqdan ötürü özünü hər gün hazırlayır ki, orada imtahandan sağlam bir şəkildə gelib keçsin. Bu dünyada da o şəkildədir. İnsan burada özünü sağlam bir şəkildə hazırlamaq ki, axirət imtahanından keçə bilsin. Bunun üsulunu isə Allah Subhanahu wa ta'ala kitabında və Peyğəmbər sallallahu aleyhi ve sellem'in sünnəsində bizə çatdırıb ki, o hesab anında necə olacaq. Və Allah Subhanahu wa ta'ala Quran-ı Kərimdə bu ki, nəhayət onlardan birinin ölüm gəlib çatdığı zaman belə deyər: Ey Rəbbim, mənə dünyaya geri qaytar, ola bilsin ki, tərk etdiyim o yerdə yaxşı bir iş görüm. Əslində bu dünyada bizim yaşadığımız müddət ərzində xeyir əməllər görmək o qədər də həvəsimiz olmur. Çünki şeytan bizi aldadaraq ömrümüzün və zamanın geniş olduğunu anladır. Elə ki, ölüm anı gəldi, ölüm mələyən insan görür, artıq onu da anlayır ki, sondur. Və indi bəziləriniz olub görmüşsünüz, bəziləriniz indi görərsiniz, ölüm anında çox təlaşlı bir andır. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem bu ki, ölüm mələyən görünü ağlayır. Bu dediyimiz ayətlə qiyas olur. Ya Rəbbim, icazə ver qalxım. İcazə ver qalxım, xeyr əməl işləyim. Allah Subhanahu bu ki, artıq gecikdir. Hətta o anda görmüş ki, bəzilərin gözündən belə yaş gəlir. Çünki artıq haqq hesaba gedəcəyini anlayır. Bilirsiniz nəyə bənzəyir? Bir uşaq elə bir il boyu gəzir, son anda birdən yadlaşır, sabah imtahandır. O uşağın dünya həyatını düşünün ki, necə olar? Ahirətdə də bizə elədir. Bir ömür yaşadıq, amma o uşaq imtahandan keçməsə, başqa cür yaşaya bilər. Amma bu imtahandan keçməsə, başqa yaşantı yoxdur. Əzab var. İnsan artıq o anda haqq olduğunu bilir. Nə buyurur? Ya Rəbbim bizə gəlib o çatdıran Peyğəmbərin də haqq olduğunu bildik biz. Amma artıq gecdir. Allah Subhanahu wa ta'ala başqa ayda bu ki, ey insanlar, Rəbbinizdən çəkinin. Valideyn övlada, övladla valideynə heç bir fayda verməyəcək günə özünüz üçün hazırlıq görün. Bəzən o hesab anını düşünürük, hesab var. Amma hesabı necə verəcəyimizi düşünmürük. Evladlarımız üçün, valideynlərimiz üçün, dostlarımız üçün, qardaşlarımız üçün hər bir günaha giririk. Ki o rahat yaşasın. Onun ömrü gözəl olsun. Amma düşünmürük ki, bunun haqq hesabını necə verəcəyik. Yəni, o ölüm anında, o qəbir həyatında necə olacağı bəlli deyil. Amma bu dünyada Allah Subhanahu wa ta'ala və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onların qurtarmaq üsulları bizə öyrənir. Ki, necə onlardan qurtula bilərsiniz. Qəbir ziyarətlərində getdiyimizdə qəbirstanlıqlara bizdən yaşlı, cavan, nə qədər insanlar görürük. Hər biri hesab verməkdədir. Amma onlar hesab verdikcə bizi də hesab verməyə təhrik edir. Necə? Təfəkkür edəyək. Allah Resulü sallallahu aleyhi ve sellem nə buyurur? Deyək, qəbirləri çox-çox ziyarət edin. O da ziyarətlər nədir? Yəni, o ana çatacağımızı görmək. O hesab verəcəyimiz anı görmək. Ki, artıq bunlar gedib çatıb ora. İndi növbə bizimdir. Qəbirstanlığa baxdığımızda ən əzizlərimiz oradadır. Öz əllərimizlə ən əzizlərimizi apar qoymuşuq. Demək, bizi də apar qoyacaqlar. Biz də hesab verəcəyik. Amma bu hesabı necə verəcəyik? Nə cür verəcəyik? Önəmli olanı budur. Allah Subhanahu wa ta'ala başqa ayda buyurur ki, onlar deyəcəklər: Vay halımıza, bu necə bir kitab imiş.
O nə bir kiçik, nə də böyük bir günahı buraxmamışdır. Hamısını sayıb yazmışdır. Artıq onda bu dünyada etdiyimiz bütün hər bir əməl o kitabda var. Beləliklə, insan dünyada özünü aldada bilər. Öz-özünə mən yaxşı adamam deyə bilər. Haqq hesab anına gəlib çatar, yəni özü, öz nəfsi ilə. Deyər ki, mən yaxşı adamam. Əslində, baxdığımızda heç kim özünə pis demir. Hər kəs deyir ki, mən yaxşı adamam. Hesabdan hər kəs özünü yaxşı çıxardır. Mənim xeyir əməlim var, mən qohumuma ziyarət etdim, o gəlmədi, mən dostuma yaxşı verdim, o etmədi, mən valideynimə baxdım, valideyn məni incitdi, evlada baxdım, evlad məni incitdi, qardaşa baxdım, qardaş məni incitdi. Hər kəsdən hesabda özümüzü haqlı çıxardırıq. Çünki burada nəfsimizlə hesablayıb biz əslində. Nəfs isə hər zaman bizə çirkablıqlar gözəl göstərir. Amma Allah Subhanahu taala bizi nə deyir? Özünlə özünü hesabat çəkəndə Allahın kitabını gətirərsən qarşına. Çünki Allah Subhanahu taala bu kitab, əməl dəftəri ona veriləndə bu gün hesab çəkmək üçün sənin əməl dəftərin sənə verildi və ona bax. Orada sənin bütün əməllərin var. Artıq insan Allahın kitabı ilə özünü hesaba çəkəndə baxacaq, hə, bu kitabda buyurulanları mən həyatımda yaşamadım. Mən bu dünyada yaşadığım sadəcə olaraq nəfsimin arzu-hissələrimin istəyinə görə idi. O sevə-sevə etdiyimiz günahlar, o əlimiz, ayağımız hamısı bizim əleyhimizədir. Allah Subhanahu taala nə buyurur? Bugün onların ağızlarına möhürlənəcək, qazandıqları günahlar barəsində bizimlə əlləri danışacaq, ayaqları isə şahidlik edəcək. O hesab anda bütün vücud sənin əleyhinə danışacaq. Amma indi biz o vücudumuzu, o ayaqlarımızı Allahın yolunda sərf etdik, yoxsa haramlarda? O ayaqlarımızı xeyir əməllərə addımlayaraq sərf etdik, yoxsa şərə? O əlimizi sədəqə verməyə sərf etdik, yoxsa haramlara bulaşmağa? O gözümüzü Allahın kitabını oxumağa həsr etdik, yoxsa haramlara baxmağa? Bu dünyada özümüzü rahat bir şəkildə haqq hesab edə bilərik. Amma bundan ötürü bizə əməl salih insanlarla da bərabər olmaq lazımdır. Çünki əməl salih insanlar bizim yanlışlarımızı görür. Bəzən o hesab anında biz qarşı tərəfə haqsız, özümüzü haqlı görə bilirik. Amma o din qardaşımız, o əməl salih insan nədir? Qardaş, nə olursa olsun, sən bu məsələdə bir addım geri atmalısan. Çünki nəfsin ön plana çıxır. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ki, qiyamət günü insan 5 suala cavab vermədən yerinə tərpən edəcək. 1. Ömrünü harda keçirdin? Gəncliyini harda xərclədin? Malını hardan qazandın və hara xərclədin? Bildiyin elmdən nə kimə istifadə etdin? Bunlara cavab vermədən insan tərpən edəcək. Bu hər birimizə var. Elm deyəndə böyük bir elmə ehtiyac yoxdur. Qapı bir qonşumuza Allah'ı tanıdacaq deyə bir dilimiz var. Allah'ı tanıdacaq qədər bizim söz ehtiyatımız var, tanıda bilərik. Amma biz bu hesabı bu dünyada özümüzü düzəltmək üçün deyil, özümüzü haqlı çıxartmaq üçün edəriksə, əlbəttə ki, ziyana uğrayanlar olarıq. Çünki hesaba çəksək, hamımız özümüzü təmiz çıxaracaq. Hamımız təmiz, qarşı tərəf günahkardır. Həzrət İsa'nın çox gözəl bir söz var, deyir, insanlara çox təəccüb edirəm. İnsanlar elə bir tanrıdır. Hər kəsi günahlandırır, özünü isə təmiz çıxardır. Hər kəs yanlışı var, bu insan təmizdir. Biz baxırıq, bugün hamımız o şəkildəyik. Öz nəfsimə mən deyirəm, ancaq özümüzün haqlı olduğunu görürük. Əgər biz özümüzün yanlışlarını hesaba çəkib onları düzəldəriksə, Allah Subhanahu wa ta'ala dərgahına sağlam bir şəkildə gedərik. Allah Subhanahu wa ta'aladan birinci öz nəfsimə, sonra sizə. Bu dünyada yaşayarkən öz nəfsimizi haqq hesaba çəkməyi və düzgün bir şəkildə haqq hesaba çəkməyi Allah Subhanahu hər birimizə qismət etsin. Və Allah Subhanahu wa ta'ala bizə elə əməl salih qardaşlar qismət etsin ki, onlar daima bizim haqq hesabımızı düzgün bir şəkildə bizə çatdırsın.